Bildiyiniz kimi cümə günü İslamda xüsusi bir dəyərə sahib olan, o cümlədən İslam mədəniyyəti tarixində mühüm bir yerə sahib olan günlərdəndir. Cümə günü təkcə özünə məxsus əməlləri ilə deyil, bütün bunlarla yanaşı həm də cümə günü sosioloji, mədəni və digər xüsusiyyətləri baxımından da önəmli bir gündür. İndicə diqqətinizə çatdırdığım mübarək ayə Qur'an-ı Kərimdə də adı keçən Cümə surəsinin 9-10-cu ayələri idi. Cümə günü o qədər fəzilətli bir gündür ki, hətta adı xüsusi bir surəyə verilibdir. Uca Rəbbimiz qeyd etdiyim bu ayələrdə möminlərə müraciət edərək buyurur ki, ey iman gətirənlər, cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etmək üçün səy edin və alış-verişi buraxın. Elə ki, namazınızı qıldınız, yer üzünə dağılışın və Allahın fəzlindən özünüzə ruzi bərəkət diləyin. Diqqət etdinizsə, Uca Rəbbimiz bu ayədə cümə günü bizim bir araya toplanmağımızı və toplu şəkildə ibadət etməyimizi bizə buyurmaqdadır. Və bununla yanaşı Peyğəmbər əleyhissalamdan qeyd etdiyimiz bu hədis tərcüməsi belədir ki, günəşin üzərinə işıq saldığı ən xeyirli gün cümə günüdür. Bu hədis həm də onu göstərir ki, günlər arasında, günlər içərisində cümə gününün özünə məxsus fəzilət və üstünlükləri vardır. Müttəqilərin imamı cümə gününü möminlərin bayramı adlandırır. Həzrət buyurur ki, Əl-cüm'atu idul müminin. Cümə möminlərin bayramıdır. Nəyə görə İmam əleyhissalam bu günü bayram adlandırır? Biz birazdan bu məsələlərə də aydınlıq gətirəcəyik ki, bayram günü insanların sevincli günü olur. Bayram günü insanların sosiallaşdığı bir gün olduğuna görə İmam Əli əleyhissalam cümə gününü möminlər arasında bir bayram günü olduğunu qeyd etmişdir.